Arxada qalan həftənin gündəmində olan önəmli mövzulardan biri Turan Tovuzla bağlı oldu. Turan Tovuz yenidən Bakıya köç etdi. Mövsümdə ikinci dəfə. Mənim üçün gözlənilməz oldu. Əslində nə mənada gözlənilməz? Biz davamlı olaraq yazırdıq. Yəni erkən qayıdışın sonu da belə olmalı idi. Kimdir günahkar? Yəni alqışladıq. O qaş düzəldən yerdə göt çıxartmağa oxşadı. Alqışladıq, süni meydana təbii örtü etdilər. Yəni ehtiram Quliyev sağ olsun. Görməmişin oğlu oldu, vurdu gözünü çıxartdı. Həmin məsələdir. Yəni nə olmuş? Valla iki tərəfin də günahı var burada. Sharples'in də günahı var. Mən öyrəndim o məsələni. Hətta saytda da yazmışdım 2 ay əvvəl ki, yəni Sharples söz verib Şamaxı ilə oyuna çatdıracam. Birinci noyabrda. Bir deyib, soruşub rəhbərlik səviyyəsində. Şamaxı ilə oyuna çatıb, hələ oyundan 2 həftə qabaq olub. Və çatdıracam, tamamlama işləri gedir, əladır, hər şey yaxşıdır. Tovuzdan da, Turandan da PFL-ə xəbər göndərilib, məktub göndərilib ki, biz oyunumuz hazırdır, meydanımız hazırdır, Şamaxını rahat şəkildə qəbul edə bilirik. Afişalar vurulub, PFL bunu anons eləyib, saytında bu barədə Şamaxıya məlumat verilib, adamlar planını, otelini, qidalanmasını, avtobusun kodlayıb, artıq yola düşürlər. Oyuna 3 gün qalmış, Sharples gəlib ki, cənablar, müəllimlər, çatdıra bilmirik, qardaşımsınız, deyin yerini dəyişsinlər də. Bunlar da deyib ki, 5.000-6.000 azarkeş oturub orada bizi gözləyir. Bütün Azərbaycana car çəkmişik ki, gəlirik oynamağa, belə şey olar, sən bizi dolamısan ki. Ondan sonra yəni artıq rəhbərliklə Sharples arasında belə ox yaydan çıxıb müəyyən münasibətlər soyuyub artıq. Ona görə də gəldi belə vəziyyətə çıxdı. Alıcı ikinci oyun, üçüncü, 3 oyun oynadılar. 3 oyun oynadılar. Neftçi ilə oynadılar, Sabahla oynadılar. Şamaxı ilə. Yəni o oyunlardan sonra da vəziyyət bu hala düşdü. Həqiqətən də çox belə məyus edici və adam arzulanmayacaq bir hadisədir. O boyda əziyyət çək, xərc çək, 4 ay, 3 ay, 4 ay futbolsuz qal, azarkeşi. Futbol bir tərəfə, futbol dilini qoyaq bir tərəfə ki, hə Tovuz orada oynadı, Azərsun Arenada oynadı. Elə bir böyük fərqi yoxdur. Mən Tovuzda azarkeşlərin adına heyfslənirəm ki, yəni oturub orada gözləyirlər, ürəkləri komanda ilə döyünür. Birinci il yüksək liqaya çıxanda dedilər büdcə yaxşı deyil, ikinci il sponsor gəldi, dedilər ki, hə 4-5 aydır gəlib, hələ ki yaxşı deyil. Keçən il gözlədilər Avrokubok şanslarını alınmadı. Bu il gözləyirlər yenilənmiş, bərkimiş heyət, Azobiç, Vacri, digərləri. Yəni bu il yaxşı olacaq. Bu ildə gördüyün kimi komanda yarı Bakıda, yarı Tovuzda, yarı Bakıda, yarı Tovuzda, indi qalıb yollarda. Və anlatılacaqlısı, mövsümün ən kritik dönəmi Avrokuboklar uğrunda. Əslində hədəf çempionluq qoymuşlar. Təbii ki, bu bir qədər motivasiya idi. Təbii ki, əsas məqsəd Avrokuboklara getməkdir. Belə dönəmdə əsas rəqiblərindən biri Sumqayıtla doğma meydana gedib Sumqayıtın meydanında oynayacaqsan. Düşünürəm ki, Turan Tovuz üçün bir qədər qarışıq günlər, belə dolaşıq günlər gəlir qarşıdan. Nələr olacağını təbii ki, gözləyək, izləyək gündəmi.